Əsas qonşu bucaqlar nəyə deyilir? Biri ortaq tərəf və digər düz xətt əmələ gətirən bucaqlara qonşu bucaqlar deyilir. Aha, bir dənə bucaq çək Əsnad. Adlandır. Biraz sürətli. Ortaq tərəf hansıdır burada? Burada OK şurası. OK şurası bucağın tənbəli. Aha, ortaq tərəfidir. Ortaq Aha, indi yaz görək Əsnad. Burada MOK yazırıq. Bucaq. Bucaq. MOK. Aha, üstə gəlinsin. Biraz sürətli üstə gəl. KON bərabərdir 180 dərəcəlidir. Bərabərdir 180. Onda, əslində aşağıdan yazırıq. Onda KON, bucaq KON, ON, üzərinə gəlirik MOK, hər iki bucaq üzərinə gəldik, elədi 180 dərəcə. Bəs qarşılıqlı bucaqlar nəyə deyilir Əsnad? Qarşılıqlı bucaqlar. Aha. Bir bucağın tərəfi digər tərəfi bucağın tərəfi davamlıdırsa, bu bucaqlar qarşılıqlı bucaqlar deyilir. Bəs bucağın tənbələni nəyə deyilir? Bir bucağın tənbələni. Aha. Bucağın təpə nöqtəsindən çıxan və o iki konkurent şüay. Aha. Və onu iki konkurent aha, bucağa bölən şuaya bucağın tənbələni deyilir. İndi əslində sil yazdığını tapşırıq yazmışam orada. Bucaq AOB bərabər 180 dərəcə olarsa, məhsul bucağın dərəcə ölçüsünü tapın. Bax, burada verilib. Bucaq AOB bucağı verilib. Açıq bucaq bilirik də 180 dərəcəlidir əslən. Burada bir bucağın dərəcə ölçüsü yazılıb 27 dərəcə. Digər bucağın dərəcə ölçüsü yazılıb 45 dərəcə. Burada 2 dənə bucaq verilib və onlar məhsul bucaqlardır da. Onların dərəcə ölçüləri yazılmır. Bizə deyir ki, məhsul bucağın dərəcə ölçüsünü tapın. Necə yazırıq Əsnad? G bərabərdir. G bərabərdir. Neyəcəyik? 180 dərəcə. Çıxılsın. Mörtəzə açacaq. 27 dərəcə ilə 45 dərəcəni toplayacaq. Toplayacaq. Üstə gəl 45 dərəcə. Əsla biraz sürətli yaza bilərsən qızım. Böləcəyik. Aha, 2-yə. Nəyə görə 2-yə bölürük? Çünki burada 2 dənə G var. Aha, 2 dənə məhsul bucaq verir. Bölürük 2-yə. 180 dərəcədən əvvəl bir dənə də mörtəzə açırıq. Və buradan bir mörtəzəni də açırıq. Nəyə görə bunu açırıq? Biz 27 ilə 45 dərəcəni topladıqdan sonra 180 dərəcədən bunların cavabını çıxıb sonra böləcəyik 2-yə. 27 ilə 45-in cəmi nə qədər elədi Əsnad? 27 üzərinə 45 gəl. Neçə eləyir? 62. 72 eləyir. 72. 180 dərəcədən 172-ni çıxırıq. Neçə eləyir? 180 çıxılsın 172. Alt-alta çıxa bilərsən Əsnad. Bir çıx görüm alt-alta. 180 çıxılsın 72. Biraz sürətli Əsnad. Aha. Ondan 2 8 0 aha. 108-i də bölürük 2-yə eləyir 54 dərəcə. Deməli 2 dənə məhsul bucaq verilib. Burada da 54 dərəcə olacaq və bu bucaq da 54 dərəcə olacaq. 2 məhsul bucağı tapdıq ki, hər iki məhsul bucağın dərəcə ölçüsü 54 dərəcə olacaq.